Salam kanalımın əziz izləyiciləri, dəyərli şagirdlər. Keçən videoda isim mövzusundan 3 testi izah etmişdim. Bu videoda isə sizə çalışacağım. Daha çox testləri izah etməyə çalışım. Çünki nə üçün 3 test deyə bilərsiniz. Hər bir testin daxilində olan hər bir sözün ayrılıqda tərcüməsini demişəm və mən istəyirəm ki, nəyisə öyrənərsinizsə tam öyrənəsiniz. Bu məqsədlə də videoların ardını çəkməyə çalışacağım təbii vaxt etdikcə və sizə ilk öncə uğurlar arzulayıram və bütün diqqətinizi cəmləməyinizi xahiş edirəm. Demək, 3 testi izahını keçən videoda vermişəm. İndi 4-cü testə keçək. Choose the compound nouns, mürəkkəb isimləri seçmək lazımdır. Demək, movement, territory. Gəlin bir sözlərə və onların tərcümələrinə baxaq. Movement, ment şəkilçisi vasitəsilə düzəlib, move köçmək, ment isə şəkilçidir. Fiildən isim yaranıb, düzəltmədir. Biz bunu mürəkkəb isim kimi götürə bilmərik. Cherry tree, albalı ağacı, albalı ayrılıqda bir söz. Cherry tree isə ikinci söz. Bu mürəkkəbdir. Ona görə ikincini seçməliyik. Demonstration, burada şun şəkilçidir. Ona görə bunu demək, mürəkkəb isimlər siyahısında götürə bilmərik. Demonstration isə nümayiş, göstəriş deməkdir. Demək, sonra pen name ləqəb deməkdir. Taxma ad, türklər demişkən. Deməli, hər iki sözdən yaranıb, tərkibində 2 söz var, ayrı-ayrılıqda istifadə edəcəyimiz. Buna görə də biz 4-cü deməli sözümüzü də mürəkkəb isim kimi götürə bilərik. Snowman, snow ayrılıqda bir söz, mən ayrılıqda ikinci söz. Ona görə bunu da variant kimi biz götürməliyik. Friendship-də ship gəmi mənasını ifadə etmir deyə bu 6-cı sözü götürə bilmərik. Demək, cavabımız 2, 4 və 5 D variantı oldu. Keçək 5-ci testimizə. Choose the line of compound nouns, mürəkkəb isimləri seçmək lazımdır yenə. Newspaper, news ayrılıqda bir söz, paper ikinci söz götürməliyik. Fireplace, fire ayrılıqda bir söz, place ayrılıqda ikinci söz. Bunu da götürməliyik. Ancaq kingdom sözündə dom şəkilçidir deyə A variantını seçə bilmirik. Oil field, butterfly, headache. Oil field, neft sahəsi deməkdir. 2 sözün birləşməsində yaranıb oil və field sözlərinin. Butterfly, kəpənək deməkdir. Butter ayrılıqda bir söz, fly ikinci söz, mürəkkəb isimdir. Headache, head baş, ache isə ağrı. Bu da mürəkkəb isimdir və cavabımız B variantı olacaq. Ancaq gəlin C və D, Y variantlarına da baxaq. C variantında ship çıxırıq. D variantında economy çıxırıq, sadə isimdir. Və Y variantında actor. Act, ifa etmək, tamaşa göstərmək. O şəkilçi artırılıb və deməli, feildən isim yaranıb, düzəltmə isimdir. Biz mürəkkəb isimlər siyahısında seçə bilmərik. Cavabımız B variantı oldu. 6-cı testimizə nəzər yetirək. Choose the line of compound nouns, yeni mürəkkəb isimləri seçirik. Rain ayrılıqda bir söz, bow ikinci söz. Rain yağış, bow kəmər, qurşaq deməkdir. Göy qurşağı anlamındadır. Railway, rail bir söz, way ikinci söz və mürəkkəb isimdir təbii ki. Qatar yolu deməkdir. Airmail, air birinci sözümüz, mail ikinci sözümüz və o da mürəkkəb hesab olunur. Poçt daha doğrusu mesaj mənasındadır, mail mənasında. Yəni cavabımız A variantı olacaq. Amma digərlərini də gəlin çıxaq biraz sürətli. Bookcase mürəkkəbdir. Sunrise, gün çıxımı mürəkkəbdir. Leadership, burada ship gəmi mənasını ifadə etmir. Lider, lead şəkilçisidir. Ona görə D variantını çıxırıq. Development sözü C variantında gedəcək. Düzəltmədir. D variantında brotherhood, hood şəkilçidir. Onu da çıxırıq. Y variantında servant və yaxud da ment, burada agreement, ment şəkilçidir. Servant and şəkilçidir. Elə düz seçmişik biz cavabı. A variantı qalacaq.
Gəlin 7-ci testimizə nəzər yetirək. Choose the line of nouns in the singular. Təkdə olan isimlər sırasını seçmək lazımdır. Peppa qara istiot deməkdir. Bu təkdədir. Ümumiyyətlə sayılmayan isimlər təkdə işlənir. Bunu bilirik. Cotton pambıq deməkdir. O da sayıla bilməyən isimdir və təkdədir təbii olaraq. Pencil, bu da sonunda S yoxdur. Karandaş təkdədir. Cavabımız A variantı olacaq. B variantında air təkdədir, hava deməkdir, sayılmayandır. Pen friend sonunda S var, buna görə çıxmalıyıq. Kindness mərhəmətlilik deməkdir və ness şəkilçidir. Ness şəkilçi olsa belə, yəni kindness sözü mərhəmətlilik təkdə işlənəndir. Sonundakı 2 dənə S sonluqları sizi çaşdırmasın. Onsuz da bu şəkilçinin S sonluqlarıdır. Belə. C variantında ayın təkdədir. Dəmir mənasını ifadə edir. Çünki qarşısında ən artiklı yoxdur. Ən artiklı olarsa o zaman ütü mənasını ifadə edəcək. Sportsman, men burada cəmdədir. İdmançılar deməkdir. Bunları çıxaq. Balls cəmdədir. Toplar deməkdir. Bu variantımızı da çıxırıq. Sheep təki də cəmi də eyni olan isimdir. Sheep olarsa bir qoyun nəzərdə tutulur. Sheep isə cəmdə qoyunlar mənasını ifadə edir. Bunu çıxırıq. Yaxşı, siz biraz belə qərarsız qalarsınızsa əgər hər hansı bir demək sözlərdə, o zaman digər sözlərdə baxın. Scales tərəzi deməkdir və tərkibi 2 hissədən ibarət olan isimlərdir sırasındadır. Tərəzinin düşünün ki, hər hansı bir ərzaqları çəkmək üçün aləti var. 2 tərəflidir. Və tərkibi 2 hissədən ibarət olan isimlər biz bilirik ki, cəmdə işlənir. Yəni bir tərəzidən söhbət getsə də, Azərbaycan dilində bir tərəzi deyirik və sonra tərəzilər deyirik. Ancaq ingilis dilində bir tərəzi olsa da sonunda S olmalıdır və həmişə cəmdə işlənən isimlər qrupuna daxil edilir. Cavabımızı düz seçmişik, A variantı. Gəlin 8-ci testimizə baxaq. Choose the line of nouns in the plural. Cəmdə işlənən isimlər qrupunu seçməliyik. Watches, mouse, luggage. Watches cəmdədir, qol saatları deməkdir. Mouse da cəmdədir, aylar deməkdir. Ancaq luggage yük, bagaj deməkdir və həmişə təkdə işlənir. Here, scissors, teeth. Here təkdədir, çıxırıq, saç mənasındadır. C variantına baxaq. Progress, news, police. Police həmişə cəmdə işlənən isimlər qrupuna daxildir. News xəbər, məlumat deməkdir. Ancaq sonunda S sonluğu olsa belə həmişə təkdə işlənəcək. Progress də təkdə işlənir. Demək, money təkdədir. Bunu çıxırıq. Biz C variantında news'u da çıxaq gəlin. Progress'i də çıxaq. Ümumiyyətlə C variantını götürə bilmirik. Trousers cəmdədir. Advice təkdədir. Y variantına baxaq. Leaves, leaf bir yarpaq. F hərfi cəm formada V hərfi ilə əvəz olunub. F V ilə əvəz olunur və ES əlavə olunur. Bu oldu cəmdə. Mice, mouse sözünün, siçan sözünün cəm forması siçanlar deməkdir. Bu da düzgündür. Biz cəm isimlər axtarırıq. Photos, bəli, bu da cəmdədir. Sonunda S var. Şəkillər deməkdir. Demək, cavabımız olur Y variantı. Sonra digərinə nəzər yetir. Daha doğrusu digərinə nəzər yetirməyək. 9-cu, 10-cunu növbəti videoda izah edəcəm. Hələlik xahiş edirəm, sizin üçün maraqlıdırsa videonu like edin.